Amma İmişli hadisəsindən sonra bu məlunların yenidən Sovet mağarasının, bayrağın, Azərbaycanın paytaxtının göbəyində qaldırmaları göstərir ki, bunlar ya söykəndikləri yerə çox arxayındılar, ya bunlar gerçəkdən hesabatlarını itiriblər, xəstədirlər bunlar. Çünki bu quduzluq əlamətidir ki, sən İmişlidə Sovet bayrağını qaldırıb cəmiyyətdən aldığı təpkini görəndən sonra, xalqın qəzəb hədəfinə çevriləndən sonra sənin yenidən SSR bayrağını qaldırman, Rusiyanın atributlarını nümayiş etdirmən göstərir ki, bu üç haldan biridir. Yəni bu ağlı başında olan, məntiqi olan bir adam bu addım atmaz. Ki gördün gözü çıxan qardaşını, xüsusilə xalqın qəzəbini gördün sən. Ondan sonra xalqın bir də qəzəb hədəfinə çevrilib Bakıda bu bayrağı qaldırmaq deməkdir ki, ya onlar söylədiyim kimi ağılların məntiqlərini itiriblər, ya da bağlı olduqları yerin əlbəttə ki, total təsir altındadılar, təzyiq altındadılar. Çünki bunlar hamısı Rusiyanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən vətən xainləridir.